Deyirəm havalar isinib, əsl istirahətin vaxtıdır. İstədiyiniz istiqamətə ən uyğun biletləri aviasas.az-dan əldə edə bilərsiniz. Çünki Aviasas bilet satmır, ən ucuz bileti tapır. Salam hər kəsə millət, mən Fəxri Əsədov və yeni videomuza xoş gəldiniz. Millət, bu videomuzda elə bir avtomobil çəkirik ki, avtomobilin sahibinin demək olar ki, artıq 3-cü avtomobilin ya da 4-cü avtomobil də ola bilər çəkirik. Biraz xatırlatma verim sizə. Turbo şarjlı Niva çəkmişdik. 36 çəkmişdik, hansı ki arxasında paraşüt var idi, drag avtomobili idi, o da 1000 at gücündən yuxarı idi. Qızlardan drift reaksiyası çəkmişdik, həmin drift kar da Pərvizin maşını idi və bu günləri Pərvizin hal-hazırda bu sezon sürəcək, aktiv olaraq yarışlarda iştirak eləyəcəyi drift kar çəkirik. Qarşınızda 900 at gücündə olan bir drift kar. Kill my confidence, you can't give a fuck, that's what they do. You can't kill my confidence, you can't give a fuck, that's what they do. You can't kill my confidence, you can't give a fuck, that's what they tell me. All the fucks I ever gave them. Çoxdandır mənə yazırdınız ki, ay Fəxri, bu standart maşınlardan biz bezdiyik. Bizə biraz maraqlı maşınlarla gəl, interesli söhbətlərlə gəl. Mən də onu demək istəyirəm ki, millət, son 3-4 aydır qış fəsli idi, havalar soyuq idi, maraqlı heç nə yox idi və artıq gördüyünüz kimi gün çıxan kimi biz buradayıq, özümüzü trekdə tapmışıq. Arxamızda Pərvizin, Pərviz 357, salam aleykum. İçində olan roll cage-nə kimi lisenziyalıdır, FIA lisenziyası ilə yığılıb. Yəni bu avtomobillə belə ən maksimum nə deyim sizə, Amerikaya da bunu aparsaz, orada da siz drift yarışına profesional formada daxil ola bilərsiniz. Çünki avtomobil həm təhlükəsizlik cəhətdən, həm performans cəhətdən bütün bu qanunları, qaydaları qarşılayır. Yanımızda bir BMW E30 var. Sedandır. Sedan kupeye məncə deməyə ehtiyacı yoxdur. Olan olub, keçən keçib. Və bu avtomobilimizin, yəni drift karımızın mühərriki Toyota'nın, yəni Supra bildiyimiz 2CZ kodlu mühərriklədir. Amma bu fikirləşənlər də var ki, hələ CZ-dir, mən də bir dənə aldım, attım üstünə. Vəsə, maşın oldu 5000 at gücündə. Təbii ki, məsələ elə deyil. Çünki bu mühərriki almaq ayrı dərddir, quraşdırmaq ayrı dərddir. Daha sonra onun üstündə upgrade eləmək, yəni tuning eləmək, o tamam ayrıca bir dünyadır. Dərddir deməzdim sizə. Və hal-hazırda olan mühərrikimiz də CZ-in demək olar ki, bir dənə bloku qalıb, bir də ki, üst qapağı qalıb. Çünki avtomobilimizin mühərriki, yəni 2CZ mühərrikimiz tamamilə Covenly materiallarla, yəni bizdə Porsche, Chaton, hamısı Covenly, forged da deyirlər ingiliscə, forged detallarla yığılıb və ona görə də hal-hazırda bu 2CZ-ə biz 1.4 bar rahatlıqla verə bilirik. Amma hal-hazırda bu günləri test and training mərkəzindəyik və burada bizim o qədər də böyük bir trekimiz yoxdur. Ona görə hal-hazırda, yəni bu videoda siz bu avtomobili 700 at gücündə görəcəksiniz. Boost-off mod olaraq gedir. Boost-off da dediyim, yəni tamamilə turbonu ayırmırlar. Minimal yalandan üfürür özü üçün turbo. O da hardasa 0.8 bar olaraq qeyd olunur. Amma istəsək 1.4 barda bu avtomobili 900 at gücündə rahat yeritmək olur və hal-hazırda avtomobilimizin mühərrik hissəsindən danışdım. İstəyirəm biraz texniki cəhətdən avtomobilimizin beyni haqqında da məlumat verim ki, Link markasının beyni var və həmin Link beyninə görə siz istədiyiniz vaxt, yəni düzdür, mənim çox da qarışacağım işlər deyil. Pərviz özü həm drift pilotudur, həm də ki, bu avtomobili yığan adamdır. Ona görə də bu avtomobili özündən yaxşı heç kim tanıya bilməz. Amma aldığımız məlumatlara Pərvizdən 1.4 barda 900 at gücü rahat sürə bilirsən, amma trekə uyğun. Əgər sən balaca trekdə yarışırsansa, sən heç 900 at gücü əksinə ziyan verər ki, xeyir verməz. Ona görə trekə uyğun sən özün də turbonun barını, yəni təzyiqini yönəldə bilirsən. Turbonun təzyiqi haqqında danışdıq, mühərrik haqqında danışdıq. İndi deyə bilərsiniz ki, Fəxri, bəs təzyiqin bildiyi nə turbodur bu? Hal-hazırda gördüyünüz Pulsar brendinin G35 1050 turbosunu görürük və bu görünməyəcək qədər ölçüdə deyil də. Yəni bu ət çəkən deyə bilərəm buna rahat. Çünki belə qolunuzu rahat ora sala bilərsiniz. Salıb eləməyin. Yəni dərhal kəsib doğrayacaq. Məsələ o deyil. Turbodan da gördüyünüz kimi biz burada intake girişini görürük. Yəni soyuq hava girişini.
Burada da iri bir ölçüde Cayen'in filtri var. Daha sonra ne var deseniz, burada bizim blow-off'umuz var. O pıs, pıs, hütütütü, mütütütü, bu söhbətləri bu blow-off eləyir. Turboda yığılan artıq təzyiqi tez bir zamanda xaric etmək üçün istifadə olunur. İndi deyə bilərsiniz ki, Fəxri, hər şey danışdın. Deyirsən bu CZ qırılmır, dağılmır. Nə bilim, nə edirsən elə heç nə olmur. Təbii ki, elə deyil. Bu mühərrik də dağıla bilər. Amma mühərrikinizi forjud yığmısınızsa, hər şey eləmisinizsə, ona son olaraq əsas toxunuşu verməlisiniz. Təbii ki, keyfiyyətli yağ. Ona görə də bizim bu drift karda da Z-Coil'un racing versiyasından istifadə olunur. Fikir versəniz, mən Fiatda bundan savayı Mazda'da da racing oil falan tərəfinə keçməmişəm. Çünki bizim bir drift karımız yoxdur. Gündəlik sürəcəyimiz avtomobildir. Amma sırf yarış avtomobilləri üçün, gördüyünüz kimi hal-hazırda avtomobilimiz üçün 1050 özüllükdə Z-Coil'un racing versiyasından istifadə olunur. Yəni bizim mühərrikimiz Z-Coil'la tamamilə ideal şəkildə qorunur. Intake göstərdim, turbonu göstərdim, amma bu tərəfdə bizim avtomobilimizin, yəni 2CZ-in giriş kollektoru var və bu da gördüyünüz kimi custom formada hazırlanıb və bu elə bir formada hazırlanır ki, hər silindrin başına eyni dərəcədə hava qəbul edə bilsin. Bu da çox önəmli bir şeydir. Onun da tam ön hissəsində isə çox iri bizim zaslonkamız var. Pərviz dediyinə görə Porsche-nindir. Hansısa Porsche-dən taxıblar bura və həmin effekti bunda biz görə bilirik. Bu çıxop, çıxop, çıxop M50'ye falan eləyirlər 36'larda. Düzdür, o indi 4-4'ün falan zaslonkasını qoyurlar. Burada olan zaslonka ilə heç nəyə mən müqayisə etmək istəmirəm. Amma Porsche demişkən, Porsche-yə gələcəm, yaxşı darıxdırmayayım sizi. Ön hissi haqqında da danışım ki, avtomobilimizin ön tərəfini, baxın millət, haradasa belə bir formada çox iri bir intercooler dayanır buradakı. Bu 9 at gücündə 1.4 barda olanda elə temperaturlara qalxır ki, onu çox yaxşı bir formada soyutmaq lazımdır. Həmin bu gördüyünüz iri intercooler bu işi öz üzərinə götürüb. İndi deyəsən ki, Fəxri, elə motorla danışacaqdınsa, elə bunu qarajda çəkərdin, trekdə sənin nə işin var? Gəlin biraz avtomobilin ətrafına da fırlanaq və başlayaq sürüş testimizə. Sürüş testimizə də sonra gələndə başa salarım. Avtomobilimiz, yəni bir dənə babu stoykadır. Buralar dəmirdir. Amma qalan hər şey plasmasdır da. Yəni qapıya kimi plasmasdır. Fikir ver qapıya. Hər şey plastikdəndir. Çünki avtomobilimiz maksimum dərəcədə yüngül olmalıdır. Deyəsən ki, Fəxri, 9 at gücü var da bunun nə yüngüllükdən söhbət gedə bilər? Xeyr. Avtomobilimiz nə qədər yüngül olsa, bir o qədər yaxşıdır. Söhbət drift kardan gedir. Yəni drag karlarda da eyni məntiqlə davam eləyirlər. Yavaş-yavaş gəlir arxa hissəyə. Burada indi nəsə görə bilərsiniz. Bunlar sadəcə vizual olaraq qalıb. Yəni arxada falan heç kim əyləşib eləmir. Çünki arxa hissədə, Stas gəlsin bunu görəcəksən. Arxa hissədə bizim avtomobilimizin çəni oturub, orada dayanır. Çünki bagaj hissəmiz artıq yoxdur. Çünki bura tamamilə plastikdəndir belə desəm. Və alt hissəsində də fikir versəniz, belə bir dəmirimiz var ki, rahat ortadan saldın, tık 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 qaldırdın, rahat təkəri falan dəyişəsən. Və bundan savayı hal-hazırda yanımızda gördüyünüz drift kar, CZ-i dedik, hər şey dedik. Alt podveskası, yəni askı sistemi BMW E39 4.4-ündür, onu deyə bilərəm. Və hələ ki işləyir, yəni Pərvizdən soruşdum, deyir, əla kimi də işləyir, dözür bu naqruskaya. Yəni soruşanlar olacaq ki, elə motoru Toyota'dır, nə bilim, falan şey Porsche'dir, BMW-li nə qaldı? BMW-li gördüyünüz kimi bəzi nüanslar var. Və niyə biz bu avtomobili çəkirik? Niyə bu drift karı çəkirik? Çünki bu drift karda elə bir transmisiya var ki, ölkədə heç bir drift karda o transmisiyadan yoxdur. Yenilik eləyib. Düzdür, xaricdə ən azından qonşularımıza getsək, Gürcüstanda, Rusiyada, Türkiyədə biz bunun taylarını görə bilirik, amma bizim ölkədə yox idi. Pərvizə də buradan təşəkkür ki, bu yeniliyi gətirdi, çıxartdı. Düzdür, niyə görə digər drift karlarda yoxdur deyə soruşsanız, biraz bahalı söhbətdir. Biraz, necə deyim sizə, xətrinizə dəyə bilər, yəni qiymətləri eşidəndə. Amma qiymətləri qoysaq kənara, avtomobilimizdə sequential, sıralı bir transmisiya var. O rallilərdə falan görsün, dın sürürlər. Və yaxud da ki, sürət festivalında biz kiçik yarış avtomobilləri sürürük. Onda da sequential korobkadan istifadə olunur. Düzdür, onunla bu eyni şey deyil. Çünki bu mühərrikimiz 9 at gücündə olduğuna görə transmisiyamızda ona dözəcək bir transmisiya olmalıdır. Neydi adı? Samsonos brendinin
transmissiyası var və avtomobil bayaqları Pərvizlə oturdum yanında 1-2 quruq fırlandım. Siz bilirsiniz ki, mən nə avtomobil çəkirəm, driftkar olsa belə biz onu sürürük, yoxlayırıq, öz fikirlərimi sizlə bölüşürəm. Amma ilk avtomobildir ki, mən bu maşını millət sürməyəcəm, ciddi deyirəm. Çünki təhlükəlidir. Yəni, həqiqətən artıq yetərincə drift praktikası olmalıdır ki, siz bu avtomobili düzgün formada idarə edə biləsiniz. Çünki transmissiyanı dəyişəndən sonra avtomobilimiz demək olar ki, 2 qat, 3 qat daha da aqressivləşib. Amma məncə qaldığı yerdə bir xotlayaq, biraz qaz verim, part biraz eləyək. Daha sonra artıq mal sahibi ilə, həm pilotumuz, həm avtomobilin proyektinin sahibi, həm ustası olan Pərvizlə sağ bir-iki dənə quruq vuraq. Yəni, uşaqlar, sizə görə otururam bu maşına. Çünki həqiqətən deyirəm, qorxuludur və bunu mən sizə deyirəm. Millət, avtomobili sürməsək də qaz vermək olar deyə düşünürəm. Girim yavaş-yavaş bura. Ya Allah. Ya Allah. Yəni, asad da öyle minib düşməkdə. Hazırsınız? 3, 2... Öldüm. Öldüm mən. Uşaqlar, bununla hara kimi də söz atmaq olar. Başqa söhbətdir, qulağım eşitmirəm biraz. Yaxşı, sizi çox səbirsizləndirməyim. Başlayaq. Getdik. Salam aleyküm. Ya Allah. Pərviz, budur interesli korobkan. Millət, mikrofon, zat, hər şey taxmışam. Maksimum dərəcədə nə var, nə yox göstərəcəm. Pərviz özü sürür. Çünki mənlik deyil. İndi biləcəksiniz, niyə görə deyirəm, mənlik deyil. Onu da indi göstərirəm. Gedirik sürüşə. Gedək bəllim. Mən hazır, mən hazır. Təhlükə saçırsan, bax. Getdik. Getdik. Ürəyimiz düşdü. Millət, çoxdandır belə driftkarda açıq desəm əylənməmişdim, bir o qədər də qorxmamışdım. Bir dənə gedək də Pərviz. Bilmirəm, səs, görüntü, maksimum nə var nə yox çəkib göstərməyə çalışıram. Getdik. Getdik. Konfig qutardı, dedim sən öl düz gedirik divara. Pərviz, çox sağ ol, əlimi sıxıb. Millət, anlatılmaz yaşanır, maksimum dərəcədə nə var nə yoxsa göstərmək istədim. Gedək stasda bir dənə götürək. Getdik. Hazırsan Stas? Mənim səsim tutuldu. Sürməmişəm, heç də eləməmişəm. Yanında oturdum. Hələ çəkməliyim ha onu. Stas, sən çəkməlisən. Gör hələ nəfəs ala biləcəksən. Fərid də buradadır millət. Bax. Fərid də burada. Salam.
Pərviz, buradan gəl də. Canım Aystas, xəbəri yoxdur. Olacaqlardan xəbəri yoxdur. Ya mən qocalmışam, ya da bu maşın çox sürətlidir. Qorxmusan? O başqadır, bilirəm. Stas hal-hazırda əcəl tərləri tökür. Bunu səminliklə deyə bilərəm. Saçımzadım qalıb. Hal-hazırda Stasın ürəyi getdi bax orada. Gəlsin görüm. Gəlsin görüm. Gülür, 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 gülür. Necəsən? Ya turbo danışır. Qorxmadın. Ha, Amma mən qorxdum bura. Kanımızın yerində yağ var. Qəşəng, zikolara. Ya bir tane de çölüm de çekeyim. Хорошо, хорошо. Belə millət, bu da sizlər üçün 900 at gücündə sequential transmisiya ilə olan, ölkədə tayı bərabəri olmayan bir driftkar. Pərvizi də buradan təşəkkür edirəm ki, belə maraqlı proyektlər ortaya çıxardır. Biz də vaxtaşırı olaraq çəkirik. Millət, videomuzu izlədiyiniz üçün təşəkkür edirəm. Zəhmət olmasa videomuzu bəyənək, likelar çoxlu. Kanala abunə olmayanlar görürəm sizi, izləyib qaçırsınız. Zəhmət olmasa kanala abunə olun ki, bu tipli maraqlı videolar gələndə elə birinci sizin xəbəriniz olsun. Sağ olun.